ən çox betonu tutma istiqaməti. Onu mən bilirəm İqram abi. Keçən səfərki videoda xeyli müzakirə oldu. Bunların hamısı 45 dərəcə əyilməlidir içəri. Armatur ki, kolonlar katinka ilə niyə bağlayır? 2 mərtəbəli evdir də. Yeni tikilən binaların əksəriyyətində də katinkadan istifadə olunur. Bir də çox insanlar bu armaturun rəngindən biraz narahatdır ki, elə bir fikir yaranır ki, armaturlar paslanır. Amma əslində bu pas deyil, İqram abi. Düzdür? Bu müəllim qısa müddətdən sonra, zavodda istehsal olunandan qısa müddətdən sonra açıq havada qalanda onun üzündə belə rəng dəyişikliyi yaranır. Bu həqiqətdə pas deyil. Pas o vaxt olur ki, bunun üzündə müəyyən bir sloy əmələ gəlir. Korroziya. O sloylar korroziyaya uğrayır, o sloylar da qopur. Qopanda bunun diametri başlayır azalmağa. Baxın, misal üçün elə yerdə nümunə kimi göstərək, yeni gələn armaturda artıq rəngini dəyişir.